Salam uşaqlar, necəsiz? Kanalıma, videoma xoş gəldiniz. Çox qəribə bir giriş oldu. Təzən eləyim. Salam uşaqlar, kanalıma, videoma xoş gəlmisiniz. Enerji dolu bir video. Deməli bugün deyə də sabah mənim ad günüm. Dostlar, sabah mənim ad günüm. Mənim ad günüm mübarək. Ad günün. Hardan eləyim, uşaq qəşəkdirsin. Neyse uşaqlar, bir dənə buradan mən eləyirəm. Deməli dostlar, sabah mənim birthday-imdir. Bəli. Deməli 00-da tort gəzdik. Ona görə vlogumu 00-dan başladıram. Ay Allah. Neyse. Bir dənə saçımı düzəldim. Niyə videolarda qara düşürəm bilmirəm, amma normalda belə deyiləm, biləsiniz. Bu niyə belə pis taxdım mən bunu belə? Aha. Sağ gəşək. Bəli, 18 yaşım var ama az kızım olmuyordu. Bəli, o iş pərdə çəkmədim. Bugün full özüm kimi davranacağım. Yəni heç belə deyim də çox güclü edit eləməyəcəm. İstəyirəm ki, məni evdə necə olduğumu görəsiniz. Bəli. Deməli İşte 00'a ne kadar qalıb iPad'də bir dənə baxsa adam. Deməli görürsünüz. Oh my god. 47 yox. 17 dəqiqə sonra mənim ad günümdür. Happy birthday to you. Happy birthday to me. Happy birthday to me. Aşkı kuşku vibe. Oh my god. Gedək görək ev xalqı nə edir. Niye ağlayırsan? Sen oğlu koşma istedim abi. Ne mahnısı da yoxu. Salam əzizim mənim. Baba salam. Salam. Necəsiz? Yaxşı. Da salam. Baba hələ olmuyor. Nasıl gəlməlimiz bir görünə gitsin. Şehirine gelecek sabah. Atı gəlmirlər 00'da. Şok düşəs sənə. Doğrudan nə deyəmsən? Savtırım. Ay dostlar, mən hədiyyə istəmirəm. Kızım, bu şamı yandırar, Sakin. kızlar yandırar. Bana ata. Şimdi mən təzə ad günüm olanda təzə şam yandırın da Bu köhnəliyim. yaxşı şamda özünüz yandırırsınız. Yo. Tərsi. Ləma. Sənə üçün hədiyyə salmışam. Nə? iPhone planşet. Ay da. O əlimdən düşüb. Mən ad günüm əlbəttə. Yəni bir-birinə mən verirəm də. Yəni belə bir şey fikir. Sevirəm qızım. Çəkirəm. İdan Səlman. Bugün Mədinə sənə hədiyyə seçmişdi, prosta şuvalamağa xatırlamam. Allah haqqı. Belə şeylər də bilmirəm. Ay da çox pis deyə şu otağımızda. Benim onu cadı çəkir. Mən 17 istəyirəm. Ata. Neysə. Ada 17 istəyirəm. Mən alaram. Sadat mı? Gətir mən. Mən tortumu göstərəcəm. Sen sevdin. Buraya koyarsan bunu. Ata buraya koy. Ata ya çox yaxın eləmə bir-birinə. Deyəm bunu bırak. Dövcət elə yoxlarsan. Bir oldu. Çay yatırın. Happy birthday. Ağzı tacım. Səsli deyirəm. Ata saç. Acın olsun. Gəlin ad günümü xaricdə qeyd Bilet alanda haşlayacaksın. Bileti vereceksin. Çox sağ ol Zeynep. Kızım, Onu bilete vereceksin. 50 ver bana, 50 manatı Yegor Saman gönder. Sağ ol. Verib sağ ol. Al yaxşı, mən də hədiyyəni verim. Hafta. Bura bana sənədidir. Hafta. Biz ona sürpriz hazırlamışıq ad günü hədiyyəsi olaraq. Deməli bu onun tortudur. 18 yaşı olur. Atam ona 17 Pro Max hədiyyə alıb. Bu tortun içinə biz tort düzəltəndə içinə telefonu gizlədib qoymuşuq. İndi o tortu kəsəndə görəcək. İndi bu həmin o kadrlarda yəqin ki Ramonuz əlavə edəcək. Evet.
Ay çok sevindim. Necə? Neye sevindin? Prada mı? Ata. Qal ver. Şunu da. Hatta tatar ikimiz de tatar. Ha? Ən gözəl hədiyyə də buradadır qızım. En heyecanlı. Lava ağlama. Ne sebebi koymayıplar? Koymayıplar ya nasıl yoktu? Korkuyorum prava zaten. Yo diyesin koyuplar. Ana, Toyfan 17 Pro Max. Nakırken. Ay çok sağ olun. Baba prava'nın pulunu ver. Merikmat hazır. Şey çəkmək lazımdır ki, zəmanəti üstündə olsun ki, asanda şey olsun. Neyin? Bunu. Hə, as. Niye çıkmır ya savaşmayı? Dostlar ben elimi sileyim bir de elimi sileyim. Tamam bu niye çıkmır? İndi köhne telefona kırılacak. Dönsene Ben de. kendime telefona bir daha başlamıştım. Çok Oo. Gediren temadan kargalara bak. Bu da benim hediyemdi git. Salam uşaqlar, sabahınız xeyir, necəsiz? Bugün birthday qızım. 18 yaşım olub uşaqlar gecə mənə bir dənə sürpriz elədilər. Bura qoyacağam baxarsınız. Oh my god da yəni ki, təsəvvür eləyin, manifest belə elədim. Son otağımızda benim amcam çəkdim, 17 istəyirəm. Ada, 17 istəyirəm. Heç bir şeydən qətiyyən xəbərim yoxdur. Normalda mən belə deyim də, sürprizləri qabazını tuta bilən bir insanam. Qətiyyən xəbərim olmadı, yəni belə bir şey. Özümdə də şok idi. Hal-hazırda çəkilişimi də mənim yeni telefonumla eləyirəm. Tadam! Deməli, telefonum iPhone 17 Pro'dur, Max deyil. Max özüm istəmədim, çünki Max çox böyüdü. Mənim köhnə telefonum da çox böyüdü, ona görə də istəmədim. Deməli, mamamın danışdığına görə bu rəng burada yox imiş. Yəni, atam əleyv-əleyib, ağ rəngini tapmaq üçün canım mənim, səni çox sevirəm ata. Sonra ikinci olaraq da bir dənə də hədiyyə aldı. İkinci olaraq da Prava'mın sənədini aldı. O Prava sənədindən sonra mən artıq imtahana giriş eləyib biləcəm. Əvvəlcədən aldı sürpriz. Ağla çox şokdaydım. Həqiqətən dünən məndən xoşbəxtlik yox idi. Oy. Gün ərzində nələr baş verəcək sizə çəkib göstərəcəm. Gərək günümüz uğurlu, xeyirli, düşərli olsun inşallah. Sizə də xoş izləmələr. Saçımı yudum ki təmiz olsun. Sizə bunu göstərmək istəyirəm. Məni yorumlarda yazırsınız ki, bəs saç qolluğu üçün nəsə istifadə edirsəm xüsusi, xeyr, heç bir şey istifadə edəmirəm. Amma bir söz deyim. Bunu vururam. Bunu bacıma yeni almışlar. Faberlikində bu. Bunu vururam. Bilmirəm daha indi bunun etkisidir yoxsa yoxmu. Yaş saça belə istifadə edirəm bunu. Kombinimi sizə göstəreyim. Dun, dun, dun. Oh my god. Görüşmə anı sizə göstərəcəm. Son an mənə bilin. Son an deyim, mən bir hədiyyə gəlim. Getirəm onu götürməyə. Hayır, zombi. Gəlin görün nədir sizə göstərəcəm. Dostlar. Bakın. Dostlar, birthday görün çıxacağım. Günüme de bakın. Bir gün bana bir hediye alacak olursanız çiçek tercihimdir. Saçlarım da pis görsen. Dostlar bəli. Savacımım. Prosto biraz yubka öyrəşməmişim deyə bu biraz ben saçımı yığıram. O saçımı düzləşdirəcəyim mamam. Bəli. Savacımım. Baby. Dostlar, hoverboard challenge yapırıq. Saçma baxın. Ayda niyə belə ya? Salam əziz dostlar, kartoşka soyudu.
İşte arkadaşlar olurum da Allah'ım. Ay ettiğini seveceğim. Afiyet olsun sen şkafına. Tarafın adı günə də mən istəyirdim. Öz adı günə də mən istəyirəm. Kartof qızartması necə hazırlanır? İlk öncə 2 ədəd kartof götürürsünüz. Mən də iPhone 7 aldım ki, telefon yaxşı çəksin, qapqara düşürüm. Hə. 2 ədəd kartof götürürsünüz. Amma çalışın kartof xarab olmasın, indi bunu dəyişərik. Bir dənə də beləsi götürürsünüz. Bundan belə soymaq üçün heç nə bu qədər. Dostlar, bayaqdan video çəkə bilmirəm. Çünki sərbəst iş düzəltirəm. Üniversitetdə bu həftəmiz may həftəsi sərbəst iş həftəsidir. Onun gələn ayı artıq imtahan ayıdır bizə. Və biz artıq mayın 18-in onlayn dərslərini çıxırıq. Onlayn dərslər gündə vloglar çəkəcəm. Mayın 22-sinə qədər onlayn dərslər, ondan sonra buraxılırıq və bir də imtahanda gedirik. Mən də sərbəst iş hazırlamaya çalışıram. Amma bir tərəfdən məlumat tapa bilsəm sevinəcəm. Zaratan bizə bir dənə təzə cips alıb. Yoxlamışsınız. Yoxlamışsınız bilmirəm, amma çox dadlıdır. Pendir nə? Biber. Hangi başlıyor? Sensinler. Ben sinirlenen, sen yerek istersen. Oo, trenle oynayacağım. Bak başka ne istersen? Ama ben seninle oynamam. Evet. Abla ben de sizinle oynayabilirim. Dostlar, çok işlədim, yoruldum. Bəli. Ona görə yemək yeyəndə video çəkəcəm, sağ olun. Dostlar. Spider-Man yoksa Hulk. Ooo, Silve. Hədiyələrimi göstərirəm sizə. Bu hədiyə bir saçdım. Bacımla anamın hədiyəsidir. Aksesuar qoymaq üçün də bunu bəyənirdim və nəzərlərində saxlayıblar. Çox sağ olsunlar. Hədiyəmiz bizim kirvələrimizdən gəlib. Çox sağ olsunlar. Təşəkkür edirəm. Mənə dəyər verib aldıqları üçün. Nədir? Bir də gördünüz ki, işlətmədən atana Bir de gördünüz ki içinden maşına tart. Böyle şey gözler. Böyle şey gözləmirdim Ciddi bu arada. kola ciddi kola. Ya, kola içində heç şamdanlıqdır. Bir dənə baxım içində. Katiyen böyle şey. Bir dəqiqə, mən qəti belə bir şey gözləmirəm. Aa, nə şeydir? Sok tetik birazdan. Digər ailə dostumuzdan gəlib. Onlara çox təşəkkür edirəm. Hamısına təşəkkür edirəm ki, ümumiyyətlə hədiyyə verən maddi mənəvi hamıya təşəkkür edirəm ki, mənə düşünüb belə hədiyyələr təşkil edə bilər. Hə. Bir şey değil mi kabul Altalım. Benden kopya saçıplar. Valla bilmez böyle bir şey. Hə. Gözler. Dostlar, wow, sürü intelligent. Teknolojiya. Teknoloji. Çok sağ olun. Bizim kızıl al böyle atarmış. Mal. Çok sağ olun. Necə girəm, çok qəşəng. Qəşəng şey var. Hə, çox sağ olun. Çox sağ olun. Kıskandım. Benim hediyemi size hediye aldılar. Kıskandım. Çox sağ olun. Vlogumu izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Ümumiyyətlə, təbrik yazın, xoş söz yazın. Hamınıza sonsuz dərəcədə minnətdaram. Gələn vloglarda görüşənə kanalıma abunə olub, like atmağı, bildirməni atmağı, yorumda fikrinizi bildirməyi unutmayın. Sağ olun, gələn videoda görüşərik. Bye bye.